Demək mövzumuz 44 günlük Vətən müharibəsidir. Hamımıza məlum olduğu kimi, yəni bu həqiqətən də uşaqlar hər birinizə yaxın bir tarixdir. Yəni heç də uzaq tarix deyil. Bildiyimiz kimi 2020-ci ilin sentyabrın 27-sində 44 günlük Vətən müharibəsi başlandı. Əslində 2020-ci ilin sentyabrın əvvəllərindən Ermənistan tərəfi, erməni hərbi birləşmələri cəbhə bölgəsinə, bizim yaxın ərazilərimizi, elə cəbhə bölgəmizin özünü atəşə tutmuşdular. Və sentyabrın artıq ortalarından başlayaraqsa, bu atəşkəsin pozulması halları daha da çoxaldı. Və artıq sentyabrın sonlarına doğru isə erməni hərbi birləşmələri bizim tək cəbhə bölgəmizi deyil, həmçinin cəbhə bölgəmizə yaxın olan yaşayış məntəqələrimizi də iri çaplı silahlardan atəşə tutdular. Və təbii ki, Azərbaycan ordusu, cənab Ali Baş Komandanımız bunu sakitliklə qarşılayası deyildi. Və artıq sentyabrın 26-sından başlayaraq Ermənistan tərəfinin daha böyük həcmdə atəşkəsi pozması halına cavab olaraq bizim prezidentimizin, Ali Baş Komandanımızın, Müzəffər Ali Baş Komandanımızın, hətta mən deyərdim, başçılığı ilə düşmənə cavab atəşi açılmış oldu. Və 27 sentyabr səhər saat 6-dan başlayaraq Ali Baş Komandanımızın qərarı ilə birbaşa düşmənə əks cavab bildirilmiş oldu. Və 27 sentyabr eyni zamanda səhər saatlarında Ali Baş Komandanımız Azərbaycan xalqına müraciət etdi. Və bu müraciətdə nə deyilirdi? Prezidentimiz xalqımıza bildirdi ki, Ermənistan tərəfi bu vaxta qədər dəfələrlə atəşkəsi pozubdur. Və artıq atəşkəsin pozulması halı indi isə daha da ən yüksək zirvəyə çatıbdır. Və Azərbaycan ordusu isə buna əks cavab təbii ki veribdir. Və orada prezidentimiz bildirdi ki, erməni əskərinin, erməni ordusunun axı Azərbaycan torpağında nə işi var? Axı bura Azərbaycan torpağıdır. Azərbaycan torpağında Azərbaycan əskərləri öz torpağında vuruşur. Yəni niyə görə erməni əskəri gəlib də Azərbaycan torpağında vuruşmalıdır? Ona görə də bizim işimiz haqq işidir. Biz haqq yolundayıq. Azərbaycan ordusu qələbə qazanacaqdır və zəfər bizimdir. Hətta prezidentimizin həmin günü işlətdiyi Qarabağ bizimdir, Qarabağ Azərbaycandır ifadəsi sanki bundan sonra Azərbaycan xalqının dilində həqiqətən də həm dilində ilə həm də ürəyində mən deyərdim, böyük bir şüara çevrildi. Və bundan sonra artıq 27 sentyabrdan başlayaraq Azərbaycan ordusu düşmənə əks cavab verməyə başladı. Və müharibənin elə ilk günlərində 27 sentyabrdan başlayaraq sentyabrın düz 30-una dək demək olar ki, 3 günlük bir müddətdə, yəni bu əslində qısa bir müddət idi, bizim ordumuz düşmənə böyük sarsıdıcı zərbələr vurdu. Yəni həmin zaman artıq demək olar ki, Qarabağ səmasında Azərbaycan şahinləri böyük bir uğurlar əldə etdi. Böyük bir ciddi şəkildə manevrlər etdi ki, artıq bu manevrlər həqiqətən də düşməni qorxuya salmışdı. Və müharibənin ilk günlərindən başlayaraq 2020-ci ilin elə sentyabrın 27-sindən başlayaraq bizim ordumuz, rəşadətli ordumuz, Azərbaycanın qorxmaz, cəsur ordusu düşmənə həm şimaldan, həm cənubdan böyük belə deyim, itkilər verdi. Şimal tərəfdən Ağdərə istiqamətində demək olar ki, düşmənə sarsıcı zərbələr vuruldu və eyni zamanda şimalda Kəlbəcər rayonu ərazisində yerləşən strateji bir əhəmiyyətli ərazi var idi ki, o ərazi yəni bizim üçün çox böyük əhəmiyyətli ərazi idi. Strateji baxımdan ona görə deyirəm. Həmin ərazi azad olundu. Söhbət hansı ərazidən gedir? Hamımızın da bildiyimiz kimi Murov dağ yüksəkliyindən gedir. Və biz bunu çox belə deyim, yüksək sevinç hissi ilə qarşıladıq.
Çünki bu yüksəklik bizim üçün, Azərbaycan üçün, respublikamız üçün vacib idi. Digər bir məsələ bu şimal istiqamətindən, cənub istiqamətindən isə Füzuli və Cəbrayıl rayonlarının müəyyən kəndləri elə düşmənlə hücuma başlayan ilk zamandan azad edildi və Füzulinin Yuxarı Əbdürrəhmanlı, Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz kəndləri, Cəbrayılın isə Böyük Mərcanlı və Nüzgar kəndləri düşməndən azad edildi. Bu, həqiqətən də Azərbaycan ordusunun müharibənin 3 günündə olasan və böyük bir şücaət göstərəsən, yəni həqiqətən də bu böyük bir uğur idi. Və təbii ki, biz bunu televiziya vasitəsilə eşitdikcə, sanki hər birimizin, yəni Azərbaycanda yaşayan tək Azərbaycan milləti deyil, bütün millətlərin sanki qəlbində, ürəyində bir sevinç hissi, bir fəxr hissi, fəxarət hissi, qürur hissi həqiqətən də duyulurdu. Və 2020-ci ilin oktyabrın 3-də isə şanlı ordumuz, müzəffər ordumuz demək Tərtər rayonunun Madagiz kəndini azad etdi. Xəritədə Tərtər rayonunu yəqin ki görürsünüz. Bu rayonun Madagiz kəndi 3 oktyabrda azad edildi. Və həmin günü Cənab Ali Baş Komandanımızın birbaşa əmri ilə, göstərişi ilə Madagiz kəndinin adı əvvəlki tarixi adına qaytarıldı. Hansı adla əvəz edildi? Suqovuşan adı ilə. Yəni, Madagizin işğaldan əvvəlki adı Suqovuşan idi. Və nəhayət ki, elə oktyabrın 3-də həmin ad bərpa edildi. Əslində, Madagizin uşaqlar azad olunmasının, yəni əvvəlki Madagiz deyək, yeni Suqovuşanın azad olunmasının böyük əhəmiyyəti var idi. Bununla da Ağdam və burada xəritədə göstərilməyibdir, Ağdərəni birləşdirən əsas təminat yolu Azərbaycan ordusunun demək əlinə keçmiş oldu. Həmin yol vasitəsilə tutaq ki, hərbi sursat aparılırdı, ərzaq aparılırdı. Həmin yol Azərbaycan ordusu əlinə keçmiş oldu. Daha sonra növbədə Cəbrayıl rayonunun azad olunması durur. 4 oktyabr 2020-ci ildə Azərbaycan ordusu Cəbrayıl rayonunu düşməndən azad etdi. Yəni, yəqin ki, xəritədə görürsünüz Cəbrayıl rayonunu və əslində Cəbrayıl rayonunun azad olunmasının da əhəmiyyəti var idi və bununla da Cəbrayıl rayonunun azad olunması ilə də demək, İranla sərhədimizin böyük bir hissəsi ordumuzun nəzarətinə keçdi. Yəni, tam şəkildə, bütöv şəkildə nəzarət demirəm. Sadəcə böyük bir hissə ordumuzun nəzarətinə keçmiş oldu. Və Cəbrayılın azad olunmasından sonra isə qarşıda dururdu Hadrutun azad olunması. Qarabağın qapısı, Şuşanın açarı hesab edilən Hadrut rayonunun azad olunması. Və Hadrutun azad olunmasının da əhəmiyyəti var idi. Niyə görə? Çünki Hadrutda düşmən tərəfi nə edirdi? Hadrut vasitəsilə burada həm Hadrut, həm də buradakı ətraf kəndlər, ərazilər vasitəsilə ordularını daha yaxşı idarə edə bilirdilər. Yəni, ordunun idarə edilməsi daha çox yaxşı şəkildə həyata keçirilirdi. Və buna görə də Hadrutun azad olunması bizim üçün böyük əhəmiyyətə malik idi. Və eyni zamanda düşmənə aid olan silah-sursat anbarı da həmin Hadrut istiqamətində yerləşirdi. Və 2020-ci ilin 9 oktyabrında isə Hadrut rayonu düşməndən azad olundu. Hadrut rayonunun azad olunması ilə sanki Qarabağın üzüç qaşı hesab edilən Şuşa rayonuna biz irəliləmək üçün böyük addımlar atdıq. Yəni, bu bizə şərait yaratdı ki, sanki Hadrutdan sonra Şuşa rayonunda biz azad edə biləcəyik. Və növbədə isə demək, oktyabrın 17-sində 2020-ci ildə Füzuli rayonu işğaldan azad olundu. 18 oktyabrda demək, Xudafərin körpüsü işğaldan azad olundu. 20 oktyabrda Zəngilan rayonu işğaldan azad olundu. 22 oktyabrda isə Zəngilan rayonunun, bax gördüyümüz Zəngilan rayonunun demək, Ağbənd qəsəbəsi işğaldan azad olundu. Və artıq Ağbəndin azad olunması ilə də
Axı mən bayaqlarım dedim, Cəbrayılın azad olunması ilə 4 oktyabrda İranla sərhədimizin böyük bir hissəsinə ordumuz nəzarət etməyə başladı. Amma artıq demək Zəngilanın Ağbət qəsəbəsinin azad olunması ilə demək olar ki, bütöv şəkildə, tam şəkildə İranla sərhədimizə nəzarət ordumuzun əlinə keçmiş oldu. Yəni tam şəkildə nəzarəti ordumuz etmiş oldu. Hansı ərazinin azad olunması ilə? Zəngilanın Ağbənd qəsəbəsinin azad olunması ilə. Nə zaman? 22 oktyabr 2020-ci ildə. Qarşıda Şuşa əməliyyatı, demək, Daşkənd kəndi ətrafında döyüşlər dayanırdı, təbii ki, bundan sonra. Və 5 noyabrda Daşaltı, daha doğrusu, kəndi yaxınlığında döyüşlər dayanırdı. 5 noyabrda Daşaltı kəndi və onun ətrafındakı yüksəkliklər düşməndən azad olundu. Və bu, təbii ki, ordumuzun böyük bir uğuru idi. 6 noyabrda Şuşa ətrafında, demək, Şuşa rayonu ətrafında kəskin döyüşlər, möhkəm döyüşlər getdi. Və artıq 7 noyabrda isə Şuşa rayonu Azərbaycan ordusu tərəfindən azad edildi. Düşmən birləşmələrindən, hərbi birləşmələrindən təmizləndi. 8 noyabrda isə artıq Şuşa rayonu bütöv şəkildə, demək, Azərbaycan ordusunun nəzarətinə keçmiş oldu. Və 8 noyabrda eyni zamanda Azərbaycan ordusu, demək, Azərbaycan bayrağını Şuşada yerləşən icra hakimiyyəti üzərində sancmış oldu, dalğalanmış oldu. Və həmin bayrağı isə həmin vaxtı ordumuzun çox cəsur, belə deyim, hərbçilərindən olan Gündüz Səfərlinin başçılıq etdiyi hərbi birləşmə həmin o icra hakimiyyəti üzərində dalğalandırmış oldu. Və həmin bayrağı, məhz Şuşada dalğalanan həmin bayrağı isə, demək, 2020-ci ilin dekabrın 10-da Bakıda Azadlıq meydanında parad keçirildi. Yəqin ki, hamımızın yadındadır. O parad zamanı ki, həmin parad ki, Azərbaycan ordusunun şəxsi heyəti, Azərbaycan ordusunun müxtəlif hərbi texnikaları, eyni zamanda düşmən hərbi birləşmələri, belə deyim, hərbi birləşmə deməyək, düşmən texnikaları, ələ keçirilmiş düşmən texnikaları orada nümayiş etdirildi. Və həmin o azadlıq meydanına Şuşadakı sancılan, icra hakimiyyəti üzərində sancılan, demək, qələbə bayrağını isə Şuşanın ilk komendantı olan Zaur Məmmədov, demək, azadlıq meydanına gətirmiş oldu. Zaur Məmmədov. Və həmin Zaur Məmmədov ki, o Zaur Məmmədov vaxtı ilə Qarabağ xanlığının, vaxtı ilə Şuşa qalasının əsasını qoyan Pənahəli xan Cavanşirin nəslindən idi. Kim? Söhbət kimdən gedir? Zaur Məmmədovdan gedir ki, həmin o Şuşadakı qələbə bayrağını gətirdi, azadlıq meydanında nümayiş etdirdi, parad zamanı nümayiş etdirdi. Və 9 noyabrda isə bildiyimiz kimi bayraq günündə 71 kənd, 8 strateji yüksəklik və bir qəsəbə düşməndən azad edildi. Və artıq Ermənistan tərəfi, Ermənistan baş naziri, erməni ordusu böyük bir qorxu içərisində idi. Və bunlar artıq öz məğlubiyyətlərini həqiqətən də təsdiqləyirdilər. Etiraf edirdilər ki, biz məğlub olmuşuq. Və ona görə də vaxt itirmədən noyabrın 9-dan 10-na keçən gecə Rusiya Federasiyasının vasitəçiliyi ilə Ermənistanın baş naziri Nikol Paşinyan, Vladimir Putin və bizim Ali Baş Komandanımız İlham Əliyev arasında üst tərəfli bəyanat imzalandı. Və əslində bu, belə deyək, 30 illik müddətə olan BMT-nin, Minsk qrupunun, müəyyən tək BMT deməyək, müəyyən təşkilatların, beynəlxalq qurumların edə bilmədiklərini, yəni ki, Azərbaycan torpaqları ki,
işğal olundu. Biz dəfələrlə, prezidentimiz dəfələrlə onlara müraciət etdi. Hətta Vətən müharibəsi başlayan zamanda da prezidentimiz yenə də müharibəyə başlamamış, həmin o beynəlxalq qurumlara, dünya ictimaiyyətinə müraciət etdi ki, baxın, görün Ermənistan tərəfi Azərbaycana qarşı hansı addımlar atıbdı. Amma gəlin görək, həmin o beynəlxalq qurumlar, təşkilatlar Azərbaycanın yanında oldularmı? Azərbaycanın haqq səsini eşitdilərmi? Təbii ki, xeyr. Və bu baxımdan deyirəm ki, həmin o qurumların 30 illik müddətə edə bilmədiklərini Azərbaycanın rəşadətli, müzəffər, şanlı ordusu cəmi cümlətanı 44 günün içərisində etdi. Həqiqətən də bu qürur verici bir hadisədir. Həqiqətən də bu, yəni, fəxr ediləcək bir hadisədir. Biz həqiqətən də fəxr etməliyik ki, bu cür bir ölkənin vətəndaşlarıyıq. Bu cür bir ali baş komandanı olan, prezidenti olan ölkənin və eyni zamanda o cür qorxmaz, cəsarətli, cəsur hərbçiləri, döyüşçüləri, əskərləri olan, bu cür qəhrəmanları olan bir ölkənin biz belə deyim, vətəndaşlarıyıq. Həqiqətən də qürur verici bir belə deyim, hissdir. Və təbii ki, müharibə uşaqlar olan zaman istər düşmən tərəfindən, istər Azərbaycan tərəfindən biz bunu deyə bilmərik ki, bizim itkilərimiz olmadı. Amma bizim hərbi birləşmələrimizin etdiyi o manevrlər, bayaq dedimi, Qarabağ səmasında bizim demək, şahidlərimizin etdiyi manevrlər nəticəsində bizim canlı qüvvə itkimiz demək olar ki, tamamilə minimuma inmiş oldu. Düşmən tərəfindən həlak olanlara baxsaq, biz tərəfdən həlak olanlara baxsaq. Cəmi 2908 nəfər demək, müharibədə bizim hərbçilərimiz şəhid oldu və demək olar ki, 6 nəfər hərbçimiz isə itkin düşdü və tək düşmən tərəfi, baxın, indi bunu başa düşək ki, bəli, Ağdam tərəfidir, Tərtərdir, Ağdərədir, bu istiqamətlərdə, belə deyim, müharibə gedir. Və həmin ərazilərə yaxın olan, cəbhə xəttinə yaxın olan kəndləri başa düşdük ki, düşmən tərəfi zərbələr endirir. Amma bəs, baxsaq Mingəçevir, baxsaq Gəncə, baxsaq Bərdə istiqamətində daxı düşmənin zərbələri oldu. Tək, yəni cəbhə xəttinə yaxın ərazilər deyil idi. Bizim həmin cəbhə xəttindən yüzlərlə kilometr uzaqda, kənarda yerləşən yaşayış məntəqələrimiz, mülki insanların yaşadıkları ərazilərimiz atəşə tutulmuş oldu axı. Və Bərdə, Mingəçevir, Gəncə istiqamətində düşmən tərəfi raketlərlə, yəqin ki, hər birimizin bu yadındadır və atəşə açdı. Gecə insanların yatdıqları yerdə, insanların binaları, evləri üstlərinə çökmüş oldu. Həqiqətən bu bir vandalizmdir. Yəni, həqiqətən vandal bilirsiniz də nə deməkdir? Vəhşi, bildiyimiz vəhşi, mədəniyyət abidəsini məhv edən vəhşi. Yəni, sən əgər ön cəbhədə Azərbaycan ordusu ilə müharibə aparırsansa, sənin bizim müharibə cəbhəsindən, müharibə bölgəsindən kənarda yerləşən ərazilərimizlə nə işin var? Mülki insanlarla nə işin var? Bu bir həqiqətən də erməni vəhşiliyidir, erməni vandalizmidir. Və üç tərəfli bəyanatdan sonra, noyabrın 9-da ki, Ermənistan, Azərbaycan, Rusiya tərəfində imzalanan üç tərəfli bəyanatdan sonra, demək, qərara alındı ki, heç bir güllə atılmadan, baxın, bir var ki, bayaq dediyim rayonlar döyüşərək, ordumuz, hərbçilərimiz döyüşərək həmin rayonları azad etdilər. Bir də var ki, heç bir güllə atılmadan qərara alındı ki, yəni bu haqda müqavilə imzalandı ki, Ermənistan tərəf heç bir güllə atılmadan noyabrın 20-sində Ağdam rayonunu, noyabrın 25-də demək Kəlbəcər rayonunu, 1 dekabrda isə Laçın rayonunu təhvil verməli idi, boşaltmalı idi. Amma əslində Kəlbəcər rayonunun azad olunması 15 noyabrda olmalı idi. Amma niyə görə gəlin görək Kəlbəcər
məhz 15 noyabrda deyil də Kəlbəcər rayonu gəldi 25 noyabrda azad edildi. Niyə görə? Bunun da təbii ki səbəbi var. Düşmən tərəfi bildirdi ki bizə, bəs həmin o Kəlbəcər rayonu axı bildiyimiz kimi oranın həm iqlimi, həm relyefi çox sərtdir. Demək olar ki, hər tərəfi dağlarla əhatələnibdir. Və bildirdi ki, həmin ərazidə Göyçə-Vardanes xətti demək çox təhlükəlidir. Yəni buranı keçmək çox sərt şəkildə olduğu üçün yollar keçmək çox çətindir. Bizə əlavə vaxt verin. Biz də həmin o düşmən tərəfi erməni hərbi birləşmələrinə 10 gün vaxtı verdik. 10 gün vaxtı verdik ki, yaxşı, 15 noyabrda deyil də 25 noyabrda buranı tərk eləyəsiniz. Amma gəlin görək 93-cü ildə Kəlbəcər rayonu özü işğal edilən zaman Ermənistan tərəfi o vaxtı bizə verdimi? Bizim qaçqınlarımıza, bizim köçkünlərimizə o vaxtı verdimi? Əliyalın insanlara. Xeyr, vermədi. Cəmi 10 saat vaxt verdi. Bəs bu nəyin təzahürüdür? Bu nəyin əksidir? Bu da Azərbaycan dövlətinin yenə də hər zaman olduğu kimi bir humanizminin göstəricisidir. Humanizminin əsasıdır. Və nəhayət ki, ümumi şəkildə mən sadəcə bunlar haqqında sizə məlumat verdim. Gəlin keçək indi növbəti məsələyə. Növbəti məsələ isə demək Qarabağ mücrüsü əməliyyatından danışacağam sizə. Qarabağ mücrüsü əməliyyatın adı belə gedir. Qarabağ mücrüsü əməliyyatı. Və biz hansı əməliyyatla müharibəni başladıq? Dəmir yumruq əməliyyatı ilə. Və Qarabağ mücrüsü əməliyyatı gəlin görək nədir? Bu əməliyyat əslində həmin vaxt uşaqlar Qarabağ və ətraf ərazilərdə ermənilər 4 eşalonlu müdafiə xətləri yaratmışdılar. 4 eşalonlu müdafiə xətləri. Və çoxlu sayda həm canlı qüvvə, həm silah-sursat, həm hərbi texnika buraya yerləşdirmişdi. Yəni buranı azad etmək həqiqətən də o qədər də asan məsələ deyil idi. Çünki illərlə təsəvvür edin ki, 30 illərlə bura Ermənistan tərəfində qalıbdır. Və təbii ki, buranın müdafiəsinə onlar çox böyük, belə deyim, texnika yerləşdiriblər. Və Azərbaycan tərəfi sanki Ermənistana bir sürpriz hazırladı. Heç onların, belə deyim, unamadığı bir sürprizi hazırladı. O hansı sürpriz idi, gəlin görək. Sürpriz ondan ibarət idi ki, bizim hərbi hava qüvvələrimiz, şahinlərimiz dünya hərb tarixində görünməmiş bir taktika etdilər. Həqiqətən də bu taktika, yəni dünyada hərb tarixində olmayan bir taktika idi. Yəni Qarabağ mücrüsü əməliyyatı gəlin görək nədən ibarətdir. Birinci vaxtları Azərbaycan ordusu nə etdi? Hərbi hava qüvvələrimiz nə etdi? Düşməni yayındırmaq məqsədi ilə köhnə, ucuz, pilotsuz təyyarələri havaya buraxdı. An-içi təyyarələri deyilirdi buna. Həmin təyyarələr havaya buraxıldı və nə məqsədi ilə? Düşmənin havadan müdafiə sistemlərinin aşkara çıxarılıb vurulması məqsədi ilə idi bu. Və bununla da düşmən tərəfi, yəni taktikanı bilmirlər. Təbii ki, bu sürprizdən xəbərləri yoxdur. Onlar elə bildilər ki, Azərbaycanın həqiqətən hava qüvvələri, hərbi təyyarələri havadadır. O dəqiqə başladılar o təyyarələrə zərbələr endirməyə. Və zərbələr endirdikcə biz düşmənin havadan müdafiə sistemlərini aşkara çıxartdıq. Və aşkara çıxardıqdan sonra isə Azərbaycanın Türkiyə istehsalı olan Bayraktar, İsrail istehsalı olan Harop, Azərbaycanın özünün istehsalı olan zərbə puaları, həqiqi pualar, keyfiyyətli pualar havaya qalxdı və bununla da düşmənin havadan müdafiə sistemlərinə ard-arda zərbələr endirdi. Yəqin ki, televiziya vasitəsilə hər dəfə o puaların müdafiə sistemlərinin zərbə endirməsi hər birimizin yadındadır. İndi bilmirəm, bəlkə də həmin vaxtda siz uşaq olardınız. Amma yəni həqiqətində hər dəfə o müdafiə sistemlərinin Azərbaycan tərəfindən vurulması anı olanda, yəni bilmirəm, başqalarını bilmirəm, mən həqiqətən də televizorun qarşısında dayanırdım. Hətta onu telefon vasitəsilə qeydə alırdım ki, yəni bu mənim üçün çox bir fəxr edici hal idi. Yəni həqiqətən də böyük bir qürur hissi keçirirdim.
hələ tək bunlar deyil, rayonlarımızın bir-birinin ardınca düz Murov dağdan başlayaraq, yüksəklikdən başlayaraq, ardınca Cəbrayıl, ardınca Hadrut, bu rayonların ki, azad olunmasını televiziya vasitəsilə xalqa çatdırılırdı. Yəni, insanın həqiqətən də sevinçdən, yəni, gözləri yaşarırdı. Həqiqətən də insanın qəlbində bir qürur hissi duyulurdu. Yəni, mən əminəm ki, bu tək məndə deyil, Azərbaycanda yaşayan bütün Azərbaycan vətəndaşları bu günləri bu şəkildə həqiqətən də keçirmişdilər. Və bununla da, bəli, düşmən həqiqətən də böyük bir, belə deyim, necə deyim, üzücü addımlarla rastlaşdı və düşmənin çox sayda ordusu, texnikası məhv edilmiş oldu. Azərbaycan hərbçiləri isə, Azərbaycan şahinləri isə havada böyük uğurlar qazandılar və bununla da bizim məhz bu səbəblərdən, bayaq birinci dərsə başlayanda da dedim, bizim şahinlərimizin məhz havada etdikləri qəhrəmanlıqlara, manevrlərə görə canlı itki qüvvəmiz tam şəkildə minimuma indi. Yəni, azalmış oldu. Düşmən tərəfindən bir var həlak olanlara baxanda, neçə minlərlə, bir də var ki, 2908 nəfər. Yəni, belə götürsək, 3000-ə yaxın bir insan. Təbii ki, bunlar arasında böyük bir fərq var. Növbəti bizim əməliyyatımız düşməni çaşbaş salan taktika adlandırılır. Düşməni çaşbaş salan taktika. Adından da göründüyü kimi, sanki düşməni yayındırmaq məqsədi ilə bu taktika seçilmişdi. Və birinci müharibə başlayan vaxtları, 3 oktyabrda biz dedik ki, müharibə demək, Suqovuşan azad edildi və həmin vaxtı Azərbaycan ordusu demək, şimal-şərqdən müharibəyə başladı. Şimal-şərq istiqamətində. Və düşmən tərəfi elə bildi ki, həqiqətən də, bəli, Azərbaycan ordusu bəs Ağdam, Tərtər, Kəlbəcər istiqamətində müharibəyə başlayacaqdı. Bəs öz ordusunu, öz hərbi birləşmələri çoxsaylı halda yerləşdirirdi buraya. Müəyyən müddətdən sonra, bu ona görə düşməni çaşbaş salan taktika adlandırılır. Müəyyən müddətdən sonra ordumuz döyüş texnikasını dəyişdi, yolları dəyişdi. Cənub-şərq istiqamətindən məhz Füzuli Cəbrayıl istiqamətində demək, düşmən üzərinə hücuma başladı. Və bizim bu hücumlar zamanı, təbii ki, Hadrutdan başlayaraq xüsusi təyinatlı qüvvələrimiz, buna qısa şəkildə XTG üzvləri də deyilir, bunlar da başlandı və bitir, yoxsa necə? Xüsusi təyinatlı qüvvələrimiz də hücuma başlamışdı və xüsusi təyinatlı qüvvələrimizdən general demək, Mais Bərxudarov və Hişmət Mirzəyev orada çox böyük igidlik göstərdi həqiqətən. Və bununla da demək, düşmən tərəfi ona görə deyirik ki, düşməni çaşbaş salan taktika. Əslində biz şimal-şərqdən başladıq, düşmən ordusunu yeritdi şimal-şərqə, biz qəfil taktikanı dəyişdik, cənub-şərqdən hücuma başladıq. Və müəyyən müddətdən sonra isə, demək, Cəbrayılın azad olunmasından sonra isə Hadrut azad edildi. Daha sonra isə artıq Hadrutun azad olunmasından sonra isə biz deyə bilərik ki, düşmənin bu illər boyu dediyi bir keçilməz güya bir dediyi sədd var idi, Ohanyan səddi. Ohanyan səddi. Həmin sədd və məğlub edilməz erməni ordusu haqqında deyilən o mif sanki çökmüş oldu. Sanki artıq yox oldu həmin mif. Güya Ermənistan ordusu məğlub edilməzdir. Özlərinə bu cür bir xurafat yaratmışdılar. Eyni zamanda Ohanyan səddi. Və təbii ki, həmin zaman artıq düşmən daha çox böyük itkiyə məruz qaldı və hətta Ermənistan tərəfi özü bildirmişdi ki, bizim demək 10 minə yaxın hərbçimiz döyüş bölgəsini tərk edirdi və hətta məcbur olub Ermənistan tərəfi həmin hərbçiləri nə edirdi? Həmin hərbçiləri zəncirləyirdi, həmin o hərbi hissələrə ki, getməsinlər, qaçmasınlar. Daha sonra ordumuz Füzuli istiqamətində irəlilədi və bununla da qərbə doğru Zəngilan-Qubadlı istiqamətində böyük irəliləyiş baş vermiş oldu və daha sonra isə növbəti irəliləyiş planı isə Şuşa rayonu idi. Gəlin görək Şuşa əməliyyatı, Şuşaya hücum planı necə hazırlandı.
Əslində Azərbaycan ordusu düşmən bilirdi ki, Hadrut da demək işğal edilibdi. Hadrutdan sonra növbəti hədəf kimi düşmən bilirdi. Azərbaycan ordusu Şuşaya irəliləyəcəkdi, Laçına irəliləyəcəkdi və düşmən ona görə də öz hərbi birləşmələrini, ordusunu daha çox Xankəndinin, Şuşanın qorunması ilə bağlı olaraq ordusunu daha çox yerləşdirdi bu ərazilərə. Və elə bildi ki, Azərbaycan ordusu birinci olaraq başladı, demək, Laçın-Şuşa yolu istiqaməti ilə hücuma, Laçın-Şuşa yolu istiqaməti ilə və Qırmızı Bazar düzü yolu ilə hücuma başladı. Düşmən də böyük ordusunu gətirdi, yığdı həmin bu Laçın-Şuşa yolu ətrafına və eyni zamanda Laçın-Şuşa yolu ilə biz hücuma başlayan zamanda həmçinin Ağdam, Ağdərə və Tərtər istiqamətində də hücuma başladıq. Niyə görə? Bu ona görə idi ki, düşmənə həmin istiqamətdən kömək gəlməsin. Bu köməyin qarşısını almağa planlanmışdı. Və daha sonra isə Azərbaycan ordusu burada da bir taktika işlətdi. Düşmən elə bilir ki, Laçın-Şuşa yolu istiqaməti ilə biz gəlirik, Qırmızı Bazar yolu istiqaməti ilə. Amma Azərbaycan ordusu neynədir? Azərbaycan ordusu Şuşaya məhz həmin bu yol vasitəsilə deyil də düşmənin heç ağlına gəlməyən sıldırım qayalıqlarla dırmaşdı. Bəli, sıldırım qayalıqlarla dırmaşdı və özü də yüngül silahlarla gəldi. Cəmi o boyda Ermənistan tərəfinin Şuşaya yığdığı, vaxtilə Şuşaya yığdığı nə qədər texnikası Şuşa ətrafında ordusu var idi. Amma Azərbaycan neçə sayda hərbi birləşmə buraya getdi? Cəmi 400 nəfərlik xüsusi təyinatlı qüvvəmiz Şuşaya yalnız və yalnız dırmaşaraq, sərt qayaları dırmaşaraq, yəni əslində həmin bilirsiniz Şuşa istiqamətində olan dağlar, onların relyefinin çətinliyi, yəni onlar əlləri ilə, dırnaqları ilə dırmaşaraq gəlib çatdılar Şuşaya. Gözləmədikləri bir anda düşmənə, belə deyim, bu taktikanı etmiş oldular. Bununla da 5 noyabrda dediyim kimi Daşaltı kəndi və ətrafındakı yüksəkliklər, 6 noyabrda biz artıq Şuşa uğrunda döyüşlərə başladıq və 7 noyabrda isə xüsusi təyinatlı qüvvələrimiz Şuşanı azad etdi və 8 noyabrda isə artıq Şuşa Azərbaycan ordusunun nəzarətinə keçmiş oldu. Və təbii ki 9 noyabrda bayaq dediyim 71 kənd, 8 yüksəklik bir qəsəbə azad edildi və Şuşanın azad olunması günü yadınızdadır. Yəqin ki 8 noyabrda Azərbaycanın Ali Baş Komandanı, cənab Prezidentimiz İlham Əliyev Şəhidlər Xiyabanında çox qürur verici, həqiqətən də çox fəxr ediləcək bir çıxış etdi. Və orada Prezidentimiz səsləndirdi ki, mən böyük qürur və fəxr hissi ilə deyirəm ki, Şuşa rayonu işğaldan azad edildi. Və hətta orada səsləndirdi ki, əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Əziz Şuşa, biz səni dirçəldəcəyik. Hətta dediyi, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır, Şuşa bizimdir ifadələri həqiqətən də hər bir Azərbaycan vətəndaşının qəlbində, dilində sanki bir qürur verici, belə deyim, sözlərə, cümlələrə çevrildi. Və Prezidentimizin orada işlətdiyi daha bir ifadə isə bizləri daha çox, belə deyim, sanki qürurlandırdı. Xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim. Yəni, bu ifadələr həqiqətən də hər bir Azərbaycan vətəndaşının qəlbində sanki qürur verici bir ifadəyə çevrildi.